Salam əziz, dəyərli izləyicilərim. Kanalıma xoş gəldiniz. Bugünkü mövzumuz Qoç bürcüdür. Qoç bürcü yaranışdan bir yeteneğe sahibdir. Qoç bürcü insanı. Onun yeteneği rəhbərlik etməkdir. Qoç bürcü daima qəti qərarlı olan bir insandır. Bir söz deyər, qəti qərarını verər və onun üstündə durar və sözünün düzlüyünə %100 əmin olan biridir. Qoç bürcü məsələn qadındırsa, qoç bürcü qadını ailədə həmişə hökmran olur. Və yaxşı ki, o hökmranlıq o qadında var. Ətrafınızda da fikir versəniz, tanıdığınız qoç qadınların ailələri görərsiniz ki, həmişə irəlidədir, həmişə o ailədə vəziyyət həmişə yaxşıdır. Çünki Qoç bürcünün insanı çox gözəl ailəni idarə edə bilir. Qoç bürcü, yenə də təkrar edirəm, rast gələn əgər qadın Qoç bürcüdürsə, o kişi çox xoşbəxtdir. Çünki qadın çox məharətlə, çox gözəl, çox ağıllı, ağlının, zəkasının şücaəti nəticəsində o ailəni çox gözəl idarə eləyir. Həyat yoldaşına diqqət göstərir, qayğı göstərir, ailənin birliyini həmişə qoruyar, evladlarını çox gözəl tərbiyələndirər. Bu Qoç bürcü qadınına məxsus bir xüsusiyyətdir. Bəli, Qoç bürcü kişiləri də həmişə özlərində bir lideri hiss edirlər. Qoç bürcü kişiləri qətiyyətli, sözündə qətiyyətli, davranışında qətiyyətli, hərəkətlərində dürüst biri olur. Qoç bürcü kişiləri də bəli, çox gözəl ailə başçısı olurlar. Qoç bürcülərinin iki qoçun məsələn nikahları çox yaxşı alınır. Qoç bürcülərinin boğalarla nikahları yaxşı alınır. Qoç bürcüləri sonra əkizlərlə nikahları çox yaxşı alınır. Bu nikahlar çox uğurlu olan nikahlardır. Qoç bürcünün nikahları alınmır dolçalarla, xərçənglərlə. Bunlar əks bürclər sayılır. Qoç bürcü çox da şanssız bürc deyil. Qoç bürcü uğurlu bürclərdən kateqoriyasına aiddir. Uğurlu bürclər kateqoriyasına aiddir. Və bu 2026-cı ildə Qoç bürcləri üçün çox düşərli olacaq. Çox düşərli olacaq. Onları yeni şad xəbərlər gözləyir, xeyir xəbərlər gözləyir, uğurlar gözləyir. Qoç bürcü subay qoçlar varsa, bu il onlarda nişan, xeyir iş, evlilik gözlənilir. Və yeni ailə qurmuş ailələr varsa, məsələn, hələ bir ildir, 2 ildir evlad sahibi deyillərsə, bu 2026-cı ildə onların üzləri güləcək və onların evladları olacaq. Bəli, 2026-cı il ta əvvəldən sona qədər Qoç bürcünün yüksəliş ili olacaq. Beləliklə bir videomuzun da sonuna gəldik. Sevgili qoçlar, gözəl qoçlar, sağlıqla qalın. Əziz izləyicilərim, kanalıma abunə olun ki, növbəti videolarımdan da xəbərdar ola bilərsiniz. Növbəti bürc məhz sizin bürcünüz ola bilər. Sağlıqla qalın, xoşça qalın.